Son vaxtlar maraqlı bir profillər var. Saçım yenə biçimsiz bir haldadır. Maraqlı profillər var, hansı ki, valideynlik haqqında fikirlərini bölüşürlər və gün sonunda deyir, sən gözləyirsən ki, gedirsən işə pul qazanasan, müəyyən endişələrin olur, səhər kortizolun yüksək saatları olur. Gəlirsən evə, normalda adam nə istəyir? Gün başladı, biraz narahat, gərginlik olur ki, bu qərar vermək üçün kortizolun yüksəlməsi ilə izah olunur. Həmin anlar səhv eləmirəm. Səhər erkən saatlarda yəqin ki 7, 8, 9-da salgılanır deyə düşünürəm, bilmirəm. Həmin saatlarda insan özünü narahat hiss eləyir. Bilmirəm, kimsə o saatları yuxuda keçirir, kimsə həmin o gərginliyi ilə qalxıb mən məqsədimə doğru getməliyəm. Necəni yox. Nə istədiyini bilən necəsini dərd eləmir, necəsini mütləq ki tapır fikri ilə günə başlayıb, günəşin doğuşunu seyr etdi, seyr etmədi. Hər nəsə o bir qırağı, yəni istədiklərini əldə etmək üçün müəyyən eyləmə keçir. O eyləm birinci əl-üz yumaq ola bilər, sonra yeri yığmaq ola bilər. Qədimdən bizə məsləhət bilinən ki, daha sonra deyir, yorğun arxın gəlirik, əsəb keçirik, stres keçirik, arada biraz həmin o əsəbdən uzaqlaşmaq üçün ya söhbət edirik, ya bir şeylər atışdırırıq, kofeyə sarılmaq olsun, çayla təsəlli tapmaq olsun, bir şey, şirniyyata sarılmaq olsun. Gəlirik ki, uşağı görək evdə, uşaq da nə olur? Gözləyirik ki, filan iş eləməliyik, gün boyu beynimizdə fırlanır. Çocuk uyuduqdan sonra deyirsən, gedirsən ona masal anlatmağa, bir şey eləmək. Görürsən ki, özün ondan daha tez az qala yuxuluyursan da. Yəni soruya, bu gün özüm üçün nə etdim sualına cavab olaraq düşünəndə heç nə qalmır əlində sonuçta. Yorulursan, çalışırsan, səhəri gün eyni. Bu rutin, bu dövrü təkrarlardan ibarət olan həyat. Adətən nə arzuluyursan? Arzuluyursan ki, bir daha rahatlığa çıxardım da, nə vaxtsa rahatlığa çıxardım. Həftədə bir gün, həftə sonu bəs eləmir. Tatil, məzuniyyət, o bu dərkən gün keçir, illər keçir belə. Yəni, uşaq yatandan sonra ertələnən həyat valideynliyin ən böyük fəlsəfəsini danışanda birinci endişə deyirlər ki, onu sabahına görə narahat olursan, özünə görə narahat olursan və özün üçün nə etdin sualını hər gün özünə verə əlində bir şey qalmadığını hiss eləyəndə biraz özünü uğursuz adlandırsan, biraz arzulursan ki, kaş paralel evləndə mən özümü bu yaşlarımda daha azad hiss eləyərdim. Yəni, uşağımı sevirəm, amma uşaqsız bir həyatımı bilmək istirdim ki, 30'larda necə olardı.